20 gün əvvəl həbs edilən tiktoker İlduza Hacıyevanın hansı şərtlərlə evə dustaqlığına buraxılması məlum olub. Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib. Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb. Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. Bundan əlavə vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatətdə təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərarı alınıb. Yəni ki, vəkillər yenidən sübutları təqdim edəcək, yeni araşdırma olacaq. Qeyd edək ki, Arzum bugünkü iclasda məhkəmə zalından azad edilib.